Bakışlarının kan səklərdən axışları günlərə qərq olmuş başdaşlarının namusu, qeyrəti daşını şəhidlər. Nifrətə çevrildi baxışlarınız, qanlı səklərdən axışlarınız güllərə qərq olmuş başdaşlarımız namusu, qeyrəti daşı şəhid. Azadlık odundan yanar odunuz, keçib ürəklərdə qalan oldunuz. Belə gözəl anaların yanında olaq, belə gözəl ailələrin yanında olaq. Gözəl ona görə deyirəm ki, siz qəhrəman ailəsiz, qüsursuz ailəsiz, fəxirli, fəxarətli ailəsiz. Belə qəhrəman anayıq ki, bizim balalarımız bir yerdə olublar, bir yumruq olublar. Bunların da qanı bir yerdə yoğurulub. Biz bacılarda hamımız, balalarımız bacı eləyib hamımıza. Biz bir evin anasıyıq. Mən hamımız bir Sevdanla danışanda da eşitmişəm, çox yaxınıq, danışırıq. Demək olar ki, Füzuliyə gələn şəhidlərin çoxsunun yuyulmağında əməyi var. O bir başqa anadır. O elə bilir ki, bütün analar qoxunu bəlkə də o xanımdan almalıdır. Çünki əli dəyib, gözü görüb. Amma ən acı səhnə də odur ki, sizin balanıza yana-yana özünkü öz balamın içini görmədən, bilmədən yudum. Allah məni görsün. Ürəklərdə qalan oldunuz, unutmaq olarmı sizin şəhidlər? Dünyanın heyrətə salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüb ürəklərdə qalan oldunuz. Unutmaq olarmı sizi şəhidlər? Unutmaq olarmı? Dəyərli izləyicilər, bugün Füzuli rayonundayıq. Hansı ki, şəhid Sərhəd Fərhadoğlu Hüseynovun bugün şəhadətə ucaldığı gündür. Gəldik ki, Sevda ananı tək qoymayaq, necə ki, şəhid anaları onu tək qoymayıbdır. Biz də bir vətəndaş borcumuz olaraq, Milli Qəhrəmanlar Təşkilatının Şəhid Ailələri İş Şöbəsinin rəhbəri olaraq, aktual xəbər olaraq sizlərlə bərabər gəldik ki, iştirak edək, bax, anamızın yanında olaq, onu tək hiss etdirməyək. Hər zaman borcumuz şəhid ailələri ilə görüşdü, mövlud günlərini işıqlandırırıq, şəhadətə ucaldığı günləri işıqlandırır. Bugün Füzuli rayonundayıq. Bizlə bərabər Dürdanə xanım da şəhid anamızın səbir diləməyə gəlib və şəhidimizin məzarını ziyarətə gəlibdir. Dürdanə xanım, şəhid anaları ilə görüşdük. Dünəndən Füzuli rayonundayıq. Nə hiss edirsiniz? Hər zaman bizlə bərabər şəhid ailələrinin görüşünə gedirik. Biz eyni peşəni təmsil edirik. Bəzi sahədə fərqlərimiz olsa da, amma aktual xəbərdə mən və Dürdanə xanım fərq etməz. Əsas odur ki, şəhid ailələrinin daim yanındayıq. Çox sağ olun, Əfsanə xanım. Həqiqətən sentyabr ayı gələndə bizim öz qanlarıyla zəfəri yazan oğullarımızın hər gün anı günlərdir. Və biz də bir vətəndaş olaraq, bir Azərbaycan xanımı olaraq, Azərbaycan vətəndaşı olaraq çalışdığımız qədər çalışırıq ki, bu şəhid analarının yanında olaq, az da olsa, söz yox, onların dərdinə, belə deyim, şərik ola bilmirik, amma az da olsa onların ürəyinə bir sərinlik gətirə biliriksə, az da olsa yanlarında olub, dərdlərini az da olsa hafiflədə biliriksə, nə xoş bizlərə. Bəli, Əfsanə xanım, siz də qeyd elədiyiniz kimi, həm aktual xəbər olaraq, həm Milli Qəhrəmanlar Təşkilatı adından biz bugün burada şəhidimizin anım günündə
içindəyik. Allah şəhidlərimizin məqamını uca etsin, Sevda anaya səbr versin, Sevda ananın timsalında bütün şəhid analarımıza Allah səbr versin. Yaşasın bütöv Azərbaycan və bu oğulların qarşısında hər zaman biz borcluyuq. Allah şəhidlərimizin məqamını uca etsin, zaten onların məqamları ucadır. Bugün onların Sərhəd Hüseynovun şəhadətə ucaldığı gündür. Nə xoş bizə ki, bu günlər bizə də nəsib olub gəlib bu ziyarətgahı ziyarət edə bilirik. Təşəkkür edirəm Dürdanə xanım. Həmişə demişəm, şəhid məzarı bir ocaqdır. Şəhid evi bir ziyarətdir. Sizlər də gəlin, bax belə analarla görüşün, şəhid məzarlarını ziyarət edin. Çünki bu bizim ölənə qədər vətənə və şəhid ailələrinə, şəhidlərə və qazilərə borcumuzdur ki, mütləq şəkildə bax bu şəhidlərin haqqını ödəyə bilmərik. Necə ki biz bu günlərin özümüzə borc bildik, Sevda ananı tək qoymadıq, sizlər də tək qoymayın. Ən azından fərq etməz gəlin bir çəkiliş edin. Ən azından o ananın evində olun, dərdinə şərik olun, bir çayını için və şəhidimizin məzarını, ocağını ziyarət edin ki, Allah da bizim uca məqama ucalanların xətrinə sözlərimizi eşitsin, dualarımızı eşitsin. Azadlık odundan yanaradınız, keçip yüreklerde kalan oldunuz. Unutmak olar mı sizin şehitler? Dünyanın heyrete salan oldunuz. Azadlık odunda yalan oldunuz. Köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Dəyərli izləyicilər, bax bu günləri biz Füzuli rayonundayıq. Hansı ki belə mərd, qəhrəman ailələrlə, analarla görüşə gəlmişik. Bizi bu görüşə gətirməkdə şəhidin ruhu vəsilə olubdur. Sərhəd Hüseynov bugün şəhadətə ucaldığı gündür. Füzuli şəhid anaları ilə söhbət etdik. Hər biri bir-birinə dayaq, bir yumruq kimi birləşib bacı oldular. Biri-birindən baxın, üzlərində nur olan şəhidləri zəhmət olmasa Aqil, çək, hamısını göstər, mən arxaya dayanım. Mən burada bir şey gördüm ki, həqiqətən də ana bir başqa, yəni varlıqdır. Hər kəs, hamı bax burada şəhid adına yığılıb, amma görün bala nə qədər böyük bir varlıqdır ki, hamı deyir ki, mənim balam görünsün. Dəyərli izləyicilər, hər birinizin borcudur bu analarla görüşmək. Bir aktual xəbər olaraq Milli Qəhrəmanlar Təşkilatının şəhid ailələri iş şöbəsinin rəhbəri olaraq bugün Füzuli rayonundayıq. Baxın, sizlər də fərq etməz çəkiliş edirsiniz ya etmirsiniz. Bu ailələrin ocağında olun. Hansı ki, hər zaman mən sözümdə vurğuluyuram. Əvvəllər biz ziyarət etməyə məscidlər axtarardıq. Artıq 3000-dən çox Azərbaycanda məscid var. Hansı məscid? Bax, bu şəhidlərin ocağı, yaşadığı o qarğıdan olan, bax onu mən xüsusi vurğulamaq istəyirəm ki, heç bir şəhid, yəni keyf ilə yaşamadı bu dünyada. Amma mərdliyi oldu, kişiliyi oldu, qaməti oldu. Necə ki, bizim prezidentimizin duruşu Azərbaycan xalqı üçün bir arxa oldu, dayaq oldu, düşmənə bir güllə oldu. Baxın, bax belə canlı, cüssəli igidlər, qəhrəmanlar Füzulinin və Azərbaycanın adını ucalara yazdı. Özləri də uca məqama, şəhadətə ucaldı. Analarla söhbət etdikdə sual verirəm. Analar, biz sizə necə dəstək ola bilər? Təbii ki, bizim özümüzün bir dəstək olma çərçivəmiz var və hər biri bizə deyir ki, heç nə istəmirəm. Belə könlü tox olan anaların hər zaman sizlərin mənəvi dəstəyinizə ehtiyacı var, amma maddi dəstəkcə də mütləq şəkildə yanlarında olmalısınız. Düzdür, hansı analarımızın evi hal-hazırda yoxdur və ev növbəsindədirlər. Çox xahiş edirəm, dəyərli məmurlar, hansı ki bu səlahiyyəti cənab prezident hansı quruma yönəldibsə, baxın, elə analarımız var ki, yaşı keçir,
hələ də o evə sahib deyil. Yəni analarımız var ki, hansısa şəhidin haqqını istəyir, o haqq hələ gözləmədədir. Zəhmət olmasa dəyərli məmurlar, bax belə anaların gözünü yolda qoymuyor. Hansı ki, cənab prezident sizə o məsuliyyəti veribdir, siz də o məsuliyyəti gözəl şəkildə işinizi icra edin ki, bax bu anaların gözləri bir balaca yaşdan azad olsun. Biz gəzirik, yaşayırıq, mənsuduq, azadıq, firavanıq deyirik. Kimin şərəfinə yaşayırıq? Baxın, bax bu şəhidlərin, qəhrəmanların. Kimisi maxi ola bilər, müddətdən artıq hərbisə. Kimisi çavuş ola bilər, kimisi general ola bilər, kimisi polkovnik ola bilər. Amma inanın ki, bu qardaşların hər biri o uca məqamda artıq o statuslarını kənara qoyub Allaha qonaqdılar. Şəhid anaları həqiqətən qəhrəmandılar. Baxın, elə şəhid ailələri ilə biz görüşəndə söhbət etdik ki, hansı ki o analar ictimaiyyətdə yox idi. Oğlu hər zaman deyərdi ki, ana, böyüyəcəm, ali təhsil olacam, hansısa bir imkanlı şəxs olacam, sizi gəzdirəcəm, Azərbaycanda tanıdacam və yaxud hansısa bir təhsilsiz anaya deyib ki, mən sənin arxanda dayanmışam, sənin üçün belə bir şeylər edəcəm. Baxın, şəhidin adı o qədər məqamı ucadır ki, ölümündən sonra da yaşayır və belə qəhrəman anaları yaşadır. Hansı ki, ictimaiyyətdə olmayan bir xanımlar, analar bugün qəhrəmandılar. Hansısa bir peşəyə sahib olublar. Baxın, ölümündən sonra anaları belə yaşadan və analar da o adları yaşadan şəhidlərimizin ruhudur. Dəyərli izləyicilər, elə şəhidlərimiz var ki, onların heç kimi yoxdur. Anası, atası yoxdur. Səhv etmirəmsə, o xanım hansı şəkli göstərdi ki? Əli. Əli, şəhid Əli, xanım. Aha. Görürsünüz, Allah sizə dünya durduqca analar sağlıq versin. Sözsüz ki, siz çox ağır günlər yaşamısınız və bizlər də sizlərlə bərabər o günləri bu günə qədər yaşayırıq. Sizin bu danışığınız bizim ərfaq ruhiyyəmizi o qədər gözəlləşdirdi. Allah sizə can sağ Biz olsun. şəhid anaları, o Bakıda oturan vəzifəli şəxslərdən heç nə istəmirik. Bilirəm. Maddi cəhətə ehtiyacımız yoxdur. Sağ olsun Ali Baş Komandanımızı, şəhidimiz çoxdur, qazimiz çoxdur, yaralımız çoxdur. Yenə şükür. Hamımıza mərtəbəsi dərəcədə baxır. Bəli. Hamımız, bizim prezidentimiz kimi heç bir ölkədə prezident yoxdur. Bizim rayonumuzun rəhbəri Aliyev kimi başqa rayonlarda TikToklara baxıram, icrabatçılarına. O, Qəhrəmanlar Parkında bizim övladlarımızın şəklini biz özümüz düzəltmişdik. Öz xərci ilə apartdı orada. Ora elə bil ki, bizim üçün bir muzey olub. Bir ziyarətgah olub. Biz elə şeylər istəyirik. Bəli. Bizə maddi cəhət lazım deyil. Bizi prezident övladlarımıza işlədiyi haqqı kəsib. Mənim də oğlum aprel döyüşçüsüdür. Apreldə şəhid olub 2016-da. Onun 2 dənə övladıma əmanətidir. Şükür Allah'a var, şükür. Böyük oğlu 2-ci kursda oxuyur. Nə gözəl. Bu ildə 2-ci oğlu 11 illikdə məzundur. Yəni maddi cəhətdən istəmirik. Sizin o danışıqlarınız, o xoş rəftarınız elə bil ki, bizə ruh yüksəkliyi verdi. Sağ olasınız, var olasınız. Var olun ana, sizlərdən bu sözü eşitmək. Həmişə Füzuli rayonuna gələndə aprel şəhidə Həmidov Orxan İbrahimoğlu'nun da evin, onun muzeyin imkanınız olanda bir dəfə Siz ziyarət bir gün edirsiniz. deyin, biz baş üstə deyirik. Valla. Nə zaman desəz, bax bütün şəhid analarına deyirəm. Deyin ki, əfsanə, filan saatda, filan tarixdə mənim ocağımda olur. Biz də gələk. Xanım, bizə belə xoş söz lazımdır. Bizə Bəli. belə xoş rəftar lazımdır. Bəli. Nə lazımdır bizə? Ac deyilik, susuz deyilik. Heç nəyə də ehtiyacımız yoxdur. Mənim nəvəm məktəbə girdi. Sağ olsun Ali Baş Komandanımız İlham Əliyev. Onun stipendiyasını verir, onun kiraya pulusunu verir, özü əli ilə vermir. Özünün işçilərinə həvalə edir, Bəli. onlar onu təmin edir. Bundan artıq bir belə şəhidi olan ölkənin başçısı nə etməlidir? Rayonumuzun rəhbəri də onun kimi. Demirik o bizə nə isə versin, vermir. Bizi ki bayramlarda, Ramazan bayramında, Novruz bayramında, başqa vaxtlarda toplayır başına,
bizə tədbir eləyir. Bizim ərfalımızı yüksəldir, o bizə bəsdir qızım. Nə gözəl. Allah canınızı sağ eləsin. Sağ olun. Var olasın. Nə gözəl ki, bax belə Şəhid Orxan İbrahim oğlu həmin çağırın, biz də gələk. Baş üstə. Biz sizi bugün tanıdıq. Sizi bütün dünya tanımalıdır. Amma bilirsizlər, biz gəzdikcə Mən tanıyırıq. erməninin kaskasını taftalamışam. Can. Hadrut yolunda. Mənim o kaskanı taftaladığım şəkil uje Türkiyədə canlanıb. Neçə Sizi- milyon millət baxıb. Bəli. Görün, həqiqətən Allah sizə o qədər böyük güc verib, o qədər böyük əzm verib ki, bax sizin danışdıqlarınız, o baxıram da bəzən elan olur ki, biraz ruh düşkünlüyü var. Amma bu oğullar həqiqətən qəhrəmandır. Sizi də qəhrəman ana edib. Və siz qəhrəman ana olmusunuz ki, belə qəhrəman Mən oğullar özümə də söz vermişəm ki, mənim 3 oğlum var idi. O 2 oğluma demişəm ki, məndən heç nə ummur. Mən həyatda olan varlığıma, 28 yaşından bədbaxt olmuş gəlini, 2 dənə də onun balasına ancaq onlara baxacaq. Allah sizi sağ eləsin. Onları üçün də avzumun içində saxlayıram. Gəlin Əmanətdir. gəlmişdi, yola saldım 4-də. 4-dən yatana Allah nəhlət eləsin. Qorxdum, ağladım ki, gəlin gəlmişdi, evim işıqlaşmış. Gəlin getdi, elə bir soldu. Bəzi gəlinlər var ki, Mən gəlinimdən çox razıyam. razı. Yoldaşının yolunu çox yaxşı saxlayır. nəvələri Allah nənələrdən uzaq tutmuyor. Yox, olmaz. Əmanətsiz. Bax o şəhidin anası, şəhidin yoldaşı, şəhidin övladı. Heç bir əzizi bir-birindən ayrı salmayın. Ana, həmişə yanınızdayım. Nömrənizi götürəcəm. Nə zaman desək biz də sizə qonaq oluruz. Mən birinci stipendiyasıyla onun hamısının atasının məzarına gül alacağım. Can, qurban olarım. Allah sizi var eləsin. Sağ ol. Dürdanə xanıma söz verək. Psixoloq, fizioterapi mütləqdir ki, onun sahəsi bu ailələrə çox böyük dəstək verə bilər. Necə ki, dəstək veririk bugün bərabərik. Aktual xəbərin səhiyyə şöbəsinin müxbiri olaraq Milli Qəhrəmanlar Təşkilatının bərabər rəhbərləri olaraq bugün şəhid ailələrinin yanındayıq. Səhərdən dinləyir, qulaq asır və indi də biz onu dinləmək istəyirik. Çox sağ olun Əfsanə xanım. Təşəkkür edirəm. Bayaqdan dinləyirəm, dinlədikcə də ruhum dincəlir. Baxın, bugün biz 27 sentyabrdan hər gün şəhidlərimizin anım gününü qeyd edirik. Analar, sizlərin qarşısında hər zaman baş əyirik. O ağ birçəklərinizdən öpürük. Çünki siz o qəhrəmanların bizə zəfəri öz qanları ilə yazan oğulların analarsınız, əmanətlərisiz bizə. Allah sizləri var eləsin. Bu günləri biz şəhidimizin ehsanında, şəhidimizin tədbirində özümüzə borc bildik. Bir aktual xəbər olaraq, Milli Qəhrəmanlar Təşkilatı olaraq burada iştirak edək və az da olsa, belə deyərdim, əgər təsəlli ola biliriksə, nə xoş bizlərə. Hara getsək o ehsanı bir tikə yeyəcək, düzdürmü? Amma bizim burada hər bir şəhid ocağı bizim üçün ziyarətgahdır. Hər şəhid ocağını ziyarət eləyərkən bizim ruhumuz qidalanır. Çünki onların qarşısında biz hər zaman borcluyuq. Onların ruhları qarşısında hər zaman biz borcluyuq ki, bizə bugün azad, firavan, belə deyərdim, tam Azərbaycanın məsud yaşamasında, ortaya gəlib yaşamasında bizə bax, bu günü yaşatdılar, bu günü bizə belə deyərdim, bəxş etdilər. Həyəcanlıyam, niyə həyəcanlıyam? Deyəcəklər ki, bir psixoloq bu qədər həyəcanlanarmı? Bilirsiniz nədir o məni həyəcanlandıran? Sizin də evdə o qazidən var, o komandirdən var. Can. O odun, alovun içindən çıxan bir qəhrəman var. Canlı şahiddir, canlı şəhidlər Allah. Bəli. Yoldaşıdır. Hansı ki o video material yayılmışdı TikTokda. O ermənilər bizim tankı partladır, alovlanır, ürəyimiz qübarlanmışdı. Allah qorudu, oradan sağ-salamat çıxdı. Həmən günləri sizlərlə bərabər Dürdanə xanım da yaşayıbdı. Deməli, bu həqiqətən o qədər xoşdur ki və görün harda cənnət mələklərinin analarının yanında. Həqiqətən qürur vericidir. Həqiqətən o qədər insan xoş olur ki, susmağı tərcih edirsən. Çünki onlar öz sözlərini deyirlər. Bu anaların yanında söz demək, inanın ki, mənim üçün çox çətindir.
və mən də bir psixoloq olaraq, bir fizioterapevt olaraq, vətəninə, xalqına xidmət edən bir qız olaraq, bir ana olaraq, bir həyat yoldaşı olaraq, bir sizin qızınız olaraq necə görürsünüzsə, hər zaman sizlərin xidmətinizdəyəm. Mənə görə nə qulluğunuz olsa, nömrəmi götürün, canla, başla hər zaman sizin xidmətinizdəyəm. Çünki özümüzə borc veririk. Biz hər zaman sizlərə borcluyuq, əziz analar. Sözümüzü bununla yekunlaşdıraq. Şəhidimizin yaşadığı, necə yaşadığı evdən, o evdən necə qəhrəman çıxdı. Baxın, o evi çəkib sizlərə göstərəcəyik. Anamız, hər ananın bir dərdi var, bu ananın iki dərdi var. İki şəhid veribdir. Baxın, dəyərli izləyicilər, bəlkə anamızın da bir sözü var. İki şəhid, bir qazi. Bəli. Əhmədova Müşfiqin yaxınım, Aşıqın anasıyam. Mən həmin Danış. Müşfiqin anasıyam. O Müşfiqin anasıyam ki, sağ vaxtı bayraq orderini təqdim edəyəm. 44 gündə bayraq orderini alıb, antiterrorda şəhid olub, 3-cü dərəcədə orderini alıb. Antiterror nə deməkdir? Müstəqilimiz, suverenimizi qazanan bir şəhid, neçə rayon, neçə kənd alıbdır bizi. Oğlanlarımız qəhrəmandır. Mən şəhidlərimlə fəxr edirəm. Həmid balam da antiterrorda şəhid olub. Kapitan Həmiddir. Hamısı bizim üçün qəhrəmandır. Şəhidlərimizlə hamısı bizim üçün qəhrəmandır. Biz heç vaxt nə analarımızı seçmirik, nə balalarımızı. Niyə seçmirik? Bizim bir bayrağımız var. Bir şəhidimizin Bir adı. şəhidimizin adı var. Onun üçün heç vaxt seçə bilmərik onları. Onlar hansı Seçilməzdir, ildən bəli. olur, olsun, hansı vəzifədə olur, olsun, amma şəhidin bir Hansı adı var. ilin şəhidi olur olsun. Bir adı var. Vətən uğrunda gedib, torpaq uğrunda gedib, dövlət uğrunda gedibdir. Baxın, siz də şəhid anasısınız. Aha, bəli, Həmidlinin anası. Mən həmişə bir dənə fikir verirəm. Bəzən bizim saçlarımız ağaranda elə pis görünür, tez gedirik, rəngliyirik. Amma Allaha qurban olub, şəhidin anasının, yoldaşının saçına elə ağ çəkib ki, valla bu bir söz deyil. Siz necə? Elə bir nuru çiliyib ora. Allah heç kimi onu yaşatmasın, amma Allah sizə doğrudan güc verib, qüvvət verib, səbir veribdir. Sizin kimi insanların, yəni qeyri-hökumət təşkilatlarının yanımızda olması, bizə mənəvi cəhətdən dəstək olması bizə qürur verir. Həqiqətən də qürur verir ki, necə deyim, şəhidlərimiz unudulmur, daimi xatırlanır, çəkilişləri aparılır, sosial şəbəkələr vasitəsilə paylaşılır. Yəni görürlər, tanıyırlar. Yəni unutmursunuz, unutturmursunuz. Şəhidlərimiz özləri ölümləri ilə ölümsüzləşiblər. Onlar bir əbədiyyətdirlər, əbədidirlər. Daimi qəlbimizdədirlər. Allah hər birimizə, necə deyim, mən həmişə deyirəm, onlar bizim sanki çiynimizə bir ağır rütbə qoyub gediblər. Allah, yaşamalısınız, yaşatmalısınız. O rütbəni şərəflə daşımağı bizə qismət eləsin. Fərqi yoxdur, şəhid hamımızın şəhididir. Hamısı sizin balanız. Biz analar, oğlanlarımız birləşib dəmir yumruq olduğu kimi, biz analar da birləşmişik dəmir yumruq. Bayaq dedin, biz bir də hissləri, o müharibənin dövrünün çox demək olar ki, acınacaqlı qarşıladıq ki, bütün toplar, tanklar bizim başımızın üstündən getirdi. İskorilər bizim başımızın üstündən, yaralılar, hər cürə gələnləri biz analar, biz vətəndaşlar, Füzulinin vətəndaşlarının hamısı görür. Bizim üçün ən ağır gündür. Allah heç kimə Bir də belə günlər bala dağı göstərməsin. Fərqi yoxdur, istər general, istər maksir, istər əskəri, nə olur olsun, bir ad daşıyırlar, şəhid adı. O yolda heç kim seçilmir. Bir yolda bir-birini tanımayaraq, hətta birinci səfər rastlaşmış olsa da, öz cəbhə yoldaşın oradan yaralı vəziyyətdə çıxardıblar. Bəli. Özü şəhid olub, bax Sərhəd oğlumuz kimi, 2 yaralı dostunu çıxardım, 3-cü səfər özü şəhid olub. Neçə oğlanlarımız olub. Onlar demək olar ki, öz ölümü ilə ölümsüzləşiblər. Məhəmmədin özü 2 dəfə yaralanıb.
Baxmışam o kadrlara, bəli, yanıbdır. Heç bir həkim onu xəstəxanada Və xəstəxanadan durur ki, gedirəm döyüşməyə. Sanki mən o müharibə dövründə həm aprel döyüşlərində bunu hiss elədim, gördüm, yaşadım, həm də bu 44 günlük vətən müharibəsində. Ana, can. Baş kəşfiyyatçı Şamil Əliyevin anasıyam. Mənim 2 övladım var idi. Mənim övladımın ikisi də müharibədə iştirak edir. Mən özüm də xəstəxana işçisiyəm. Siz də xəstəxanada. Bəli. Mən Sevdadan da qabaq orada işləmişəm. Görmüsünüz o şəhidlər. Bəli, hamısı yaralılar da. Mən çox görmüşəm, çox. Amma 7 gün görmüşəm. Heç vaxt 21 gün olmuşam. 21 gün. Amma heç vaxt açıqlamamışam. Mən 2 övladımın ikisi də hərbiyə yola salmışam. Biri qazidir, biri şəhiddir. Bəli, biri qazidir, biri şəhid. Mən onları axırıncı dəfə ayın 26-sında yola salmışam. Saat 4-də görüşümüz onda olub. Mən onlara dedim ki, sizi yola salam. İkisi də gülə-gülə çıxdı qapıdan. Dedim, üzümü tutdum Allaha, dedim Allah, bunlar getsin. Sağ-salamat gedib, sağ-salamat gəlsin. Bu yola qaynayançıların ayağa yüksünü içəcəm. O mənə nəsib olmadı. Biri şəhid oldu. Biri də qazidir. 3 gün elə bir ki, başının böyrünə bir şey düşmüşdü. Hə. Canı da başdan ayağa qəlpədir. İntihas o əsəbləşəndə özünü hiss elədim. Mən özüm də 21 gün xəstəxanada olmuşam. Yaralıları, qaziləri, şəhidləri hamısını görmüşəm. Çox ağır yaralıları qaçıyla paltarını kəsildi. Özümüz də qana bata-bata onların hamısını bıraxlayırdıq. Şəhidləri də görmüşəm. Hətta öz oğlum şəhid gələndə məni göndərmişlər evə. Mən dedim, mən şəhid, yaralı görmüşəmsə, mən öz oğlumu da görmək istəyirəm. Dedilər, yox, olmaz, pis olarsan. Dedim, görmüşəm. Görmüşsün. Amma mən siz bura gətirsəniz, tabutda qəbul eləməyəcəm. Ona görə mən getdim, oğlumu morqa gətirdilər. Getdim morqda onunla vidalaşdım. Can. Oğlumu yaxın məsafədən vurmuşdular, snaperlə. Birinci qılça hissəsindən vurmuşdular. O jigutla qılçasını sarıyıb. Sonra bir də qalxıb ayağa. Böyrünə vurmuşdular. İməkliyə gedib kaskasını çıxardanda alnından vurmuşdular. Onun alnından bir balaca deşikdi, amma başın arxası yoxdur. Onunla belə açdım ki, belə başını qaldırdım, elə bir ki, gözləri lampışqa kimi yanıb, öz də dodağı qaçmış, elə bir gülürdü üzümə. Mən onu elə məscidə yola saldım. Məsciddə də onu rahlayanda deyiblər, biz birinci dəfə belə şey görmüşük ki, bu uşaq gülə-gülə gəlir. Özü də videolar var TikTokda. Deyir, mən bunu çəkirəm ki, xatirə qalsın. Elə bir TikTokda videolar zadları paylaşım. Hətta bizə gəlsəniz, onun öz telefonu məndədir. Düzdür, bəzi şeyləri... Siz demişdiniz ki, bizim tədbirdə iştirak etmişdiniz və demişdiniz ki, o Füzuliyə qayıdış layihəmizdə mən oğluma muzey tipli bir ev yaradıram. Hazır olanda sizi dəvət edəcəm. Hazır deyil. Hələ tam hazır deyil. Bəli. Anamız bizlə görüşəndə demişdi, biz də demişdik başımız, gözümüz üstündə həmən şəhidin muzeyi hazır olanda mütləq şəkildə onu sizə çəkib İndi ayın göstərəcək. 18-i onda il dönümüdür. Ben de Beylerden Rayon'un için Şahseven kendinden gelmişim. Şehit kendi olması. Allah'tan şehit analarına, atalarına səbirliyim diləyirəm ki, biz yaşayaq ki, balalarımız yaşasın. Şükür olsun bu günə ki, sizlər sağsınız və hansısa bir şəhidimizin övladı varsa o anaya ən böyük tapıntıdır, mükafatdır, qazancdır ki, iyini bax o övladlardan alırlar. Amma bəzi şəhidlərimiz ailəli deyildi, övladları yox idi, subay idi. Ona görə gəlin, hər ailənin özünə görə ağır yükü var. Şəhidlərimizi bölməyək, ailələrində olmağı özümüzə borc bilək. Dəyərli izləyicilər, biz bununla da şəhid Hüseynov Sərhəddin şəhadətə ucaldığı günü çəkib sizə göndərdik ki, baxın, biz anaları tək qoymadıq. İndi isə yollanırıq evinə, yaşadığı evə, hansı ki müqəddəs ev sayılır. Qarğıdan ola bilər,
Amma orada bir şəhid nəfəsi var. Orada bir şəhid ruhu var. Orada bir şəhidin keçmişi var. Gələcəyini bax bu gün özü qəhrəmanlıqla yazdı. Gedək o anamızla da, Sevda anamızla, ağ saçlı anamızla, şəhidlərin qanına yuyarkən əli batan anamızı görməyə gedək. Və ondan soruşaq, Sərhəd Hüseynov kim idi? Bugününü bilirik kimdir. Keçmişdə kim olub? Arzuları nə idi? Anamızı dinləyək, sizlərə də çəkək, göstərək. Dəyərli izləyicilər, bayaq sizə dediyim kimi şəhid Sərhəd Hüseynovun yaşadığı ünvandayıq. Hansı ki, Aqil, zəhmət olmasa çək göstər. Şəhidin yaşadığı ünvanın qapısının üstündə bir Azərbaycanın bayrağı, Türkiyənin bayrağı. Bu da onu qeyd eləyir ki, bizim anamız dövlətini sevən, xalqını sevən bir anadır. Hətta Türkiyənin, qardaş ölkənin belə bayrağını öz qapısının üzərindən asıb. Deməli, şəhidimizin yaşadığı evi göstərəcəm sizə. Baxın, bu evdə yaşadı. Bu evdə yaşadı bizim şəhidimiz. Dürdanə xanım, zəhmət olmasa gəlin siz də şəhidin yaşadığı evlə tanış olun. Fikir verin. Baxın, adam dəhşətə gəlir. Allaha and olsun. Amma baxın, bu cür qarğılı evdən, şəraitsiz evdən necə qəhrəman çıxıb. Çıxıb. İndi hal-hazırda anamıza Bəli. biz dəstək olmalıyıq. Biz anamıza. Şəhid öz canı, qanını verdi torpaq üçün. Qanından, canından keçdi. Amma indi də biz onun anasını, baxın. Bax bu qapı. Hansı ki qış gəlir, ha. Qış gəlir, gəlin baxın. Qarğı, taxta qarğıdır da, taxta da deyil. Hava keçir arasından. Gəlin keçin bir. Amma görün necə gözəl səliqə var bu evdə. Bəzi insanların böyük evləri var, villaları var. Ayaq basa bilmirsən qapıdan. Zəhmət olmasa Aqil çək göstər. Görün səliqəyə baxın, həqiqətən. Baxın, görürsünüz, əziyyət çəkmə. Ayana, sənə qurban olaram. Can, baxın. Füzulinin şəhidi var. Füzuli şəhidin var. Azərbaycanın şəhidi var. Tək Füzuli rayonunun deyil. Sərhəd Hüseynov. Can, ay Allah, özü qarşılayır bizi. Bəzi şəhid evlərində bir Mirağanın evinə gedəndə belə şəkil sanki adamı özü qarşılayırdı evdə. İlk içəri girən kimi belə kinayəli bir girişi ilə ruhun qarşısında baş əyirik. Evdə gülabiyi var. Qurban olaram sənin səliqənə. Quran haqqı, həqiqətən. Sənə qurban olaram. Sən bu səliqəni ki, bu evdə yaratmışsan, Dürdanə xanım, gül iyi gəlir, nur iyi gəlir. Belə gözəl, yəni şəhadətə ucalan şəhidin adamın ruhu dincəlir. Baxın, belə evdə yaşayıb. Görün, bu balaca damın altında nə böyük xəyallar var idi. Həqiqətən, bu onun yatdığı kravatdır, yatdığı pasteldir. Onun yatdığı. Onun bax geyimlərinə baxanda canı cüssəsi balaca olduğunu göstərir. O döyüşlüydü. Ay Allah. Altındakı qanlı şalvardı. Saxlayıram. Saxlayırsınız, görünür o. Bir şəhidimizin anası gəlmişdi çadıralı. Onu qoydu qabağına, o qədəni yaladı, Allah məni öldürsün. Bax, onda qanı var. Baxa bilərik ona. Nətər götürək. Bir dənə o zəhmət olmasa götürün. Onu verməm mən. Batıq buna fikir verin. Özüm yumuram, baxma. Yox, qətiyyən yumun, amma mən sizə varsa, olmasa mən göndərərəm. Bir klok çəkərik üstünə, geyimlərin üzərinə qoy ki. İstəyərəm, batı onları hamısını. Aysan, o geyimlər mən qaydarkən, digər şəhid çəkilişinə gələrkən. Uşağı dönərəməz, sağ qurbanım. Ay Allah. Torpağa baxın. Əlmə hələ atıram ki, görüm cibində necə. Bir də mən kuşqatın cibində tel darağı ilə şəhadətə çıxmışdı. Hamısı torpaqda, bura baxın, sürünən. Bax, qana bax. Ay Allah. Can. Hamısı qan dolu. Gətirdim, yumadım. Bir dedilər, ma dedim, yumayacağım. Yaxşı. Bir dənə ana var idi, bax, dizləri yıxı qanı. Dedilər, ver yuyum, dedim ki, yuyaq, dedim, yumuyor. Yo. Özüm dedim, elə belə də, gəlib üstümə belə də sən bu bax. Geyimi balaca, özü balaca, ürəyi böyük şəhid. Onu, 3 günün səhəri getdim,
İşte təzə verilir. Paltarları içində, papağı zad içində götürməyin. Bir yanlar Lalə dedi onu ver qoyun başıma. Dedim deyim. Onu Yo, iyi qalsın, iyi qalsın. Gətirirəm, hər də götürürəm. Mən sizə gətirəcəm digər çəkilişlərə gələndə. Bütün bu geyimlərinin üzərini çəkərik. Üstündə olan telefondur, hətta yıxılanda sınıb telefon. Dəifdir. Mas gəldi belə tutdu əlindən, itələdi mənim üz istəyirəm balaca oğlumun üstünü. Dedi, ala verirəm sağda, belə də dedi. Sonra da gəldi, bax Allah'ın olsun pərdəmizi belə qaldırdı. Dedim ki, qadınım, elçi gedək, sağ qızalaq. Qayıtdı bir dedi, ay bibi, dedi nədir? Dedi, olsun mən günümü yaşayıram. Dedi, yurdun da sattıdı, kətdə yurd almışdı. Dedim, Sərhət, niyə Nəyi var idi, satdıdım ha. Anasının Amma gedib lazım dedi. Gedib uşaqlara şey eləmiş, hanki iş yoldaşının evi şeymiş, gedib öz adına kredit götürmüşdü. Yox, vermişdi şey elə. Gedib bir dostunun evinə Bakıda yeyib içib çörək görüb, oğlanın hamamı yoxdur, oğlanın şəraiti yoxdur, 3 dənə də balası var. Deyib gəl bura yanıma, deyib gəl yanıma, deyib nədir ki? Deyib buradan gedək, Liboy kredit. Liboy deyib kredit verilən yerə mənlə gedərsən, oğlan deyib neyinirsən ki? Deyib gedək sağ pul götürüb verərəm. And ola Allah'ımıza, onun torpağına 4 il o pul ödənmədi. Nə polis bunu tutmadı, nə buna bir yerdən məktub gəlmədi. Dedim, Sərhət, bu kimə götürmüsən bu pulu? Deyib ki, bibi, anama bildim, hə? Evində dedi, hamamı yoxdur, evində şəraiti yoxdur. Ürəyim ağrıdı, qoy gitsin, onun ailəsi var. Yerə götürüb 4 il onu ödəmədi, bax, and ola Allah'ımıza. Dedim, qaqa, səni tutmurlar ki, özü hər sirrini də məndən bölürdü. Dedim, qaqa, və səni tutmurlar ki, deyib ki, ey ay bibi, nə bilim, valla, bilirdi, dedi, olsa müharibə başlayır. Ya gedəsi, ya qaydası, Amma ya müharibəni mənə demirdi ha. Deyirdi ki, dayı, ellə mamam yanında olmasın. Çəkil kənara. Deyirdi ki, Söz danışan. Dayı Sevdə heç nə bilmirdi. Sevdə özü xəstəxanada işləyirdi, hamısını bilirdi. Bu əskərlikdə olan dönəmində baş verdi, yoxsa əskərlikdən gəlmişdi, sonradan çağırılmışdı? Gəlmişdi sonradan. Özü işləməyə getdi, öz könüllü. Ay sağ olun, könüllü. 5 il idi. 5-ci ilinə girdi. Mənə dedi ki, 3 ilin tamam olub çıxacam. Sonra gəldim evə, mənə qayıtdı ki, nə var evdə, bir də elədim. Kimə deyir ki, getdi ki, alınır. Demək, gör nə deyirəm Əfsana bacı, o şəkildə bax mənəm də. Müharibə günüdür. Ay Allah, görün saçına, Hə, özümə gözəlliyinə, gəlirdim, mənə şeydən gətirirdi. Gözəllik sanım. Patronum, bu arvadı mən evdə tapa bilmirəm. Ay Allah. Ancaq bunu mən gözəllik salonuna. Dedim ama, mən evlənəndə mənim nişanlımı da aparasın. Dedim, Quran haqqı, sənin yoldaşı dəqiqədə aparacam hər tərəfə. Gəl ki, Allahıma qurbanım, gəlib bir dənə kəndimizdən bir qızıl satana, gəlib Kirazmil üzük tapşırıb. Biri Aniyə, birini də bu qıza. Deyib, heç kəsə demə, mamama da demə. O, rəhmətə gedəndən sonra onu mənə dedi, o üzüyü zadı satdı. İstədiyi qız da sonradan eşitdim ki, ərə gedib. Demək, qız istəyirmiş, üzük də Belə hazırladı. Hə. Dedim, müharibə qutarsın, gedək. Amma tez istəyirdi ki, evlənməyə. Dedim, qadam, dilim töksün. Dedim, qadam, cəmaat bizə gülər, qoy dayın. Dayı eli çıxsın. Mən nə bilirdim, dayısanın eli ilə bununki toqquşacaq. Bir elə də danlayırdın, qaydırsa bir ağır söz demir. Bir elə onu acılayırdım, bir elə ona. Deyirdim ki, belə elə, belə elə. O mənə bir dəvən acı söz demədi, turşutmadı. Elə güldü, elə güldü. Elə bir cidden deyirdi ki, sənin villalarda yaşadacağım, sonra belə de, al, mama. 11.000 var, 11.000, Asevece'le say 11.000 pul verecekler. Oğlumun elinden tutup üstüne atanda da sözü dedi. Dedi, alayı sevdan da veririm sağ. Ben paltarları getiren de axırıncı Ayağım. yattığı yerinden, şkafından bu şekli getirdim. Özü de burada axırıncı düşüp. Can. Burada bu paltarı giyindi ki polis olacak. Giyindi ki gitti. Boyu da düşür. Gitti Bərdə neyse işi düzülmadı, çıxdı geldi. Dəyərli izləyicilər, baxın, bax o şəhid hansı ki səni villalarda yaşadacam dedi, amma arzusuna çatmadı. Elə şəhidlərimiz var ki, öz ölümündən, şəhadətə ucalmağından analarına ev də oldular, ad da oldular. Gəlin Sevdanamızı qoruyaq. Sərhət Hüseynovun belə baxanda bir anası var, bir də bacısı var, düzdürmü? Ben hiç ne istemiyorum. Bircə dənə balamın bir arzusu var.
hamımızdan xahiş edirəm bir dənə evim versin, istəmirəm o evdə olmam. Bunun hər bir şeyin yığım içinə birim ki, Bəli, belə baxanda Sevda ana illərdir bu evdə yaşayıb. Bundan sonra ev oldu, ya olmadı, onun heç gözünə görünməyəcək. Amma arzusu odur. Necə ki biz Ağcabədidə Şəhid Mirağanın evində olarkən ana da eyni sözü dedi. Dedi Mirağa bezmişdi. Bu ev hələ onun yanında güya toya getməlidir, belə el dilindən deyək. Və şəhidin arzusu idi ki, mən ana istəyirəm ki, səni gözəl evlərdə yaşadım. Anası üçün nələrsə istədi və ölümündən sonra o ev anasına qismət oldu. Və ana o evi bəzədi. Baxın, eyni sözlər üst-üstə tutur. Qoy bunun bir sözünü də deyim də sən. Bizim anamız da o sözü deyir ki, heç olmasa, ana, sözünü kəsirəm. Heç olmasa, mən anama necə ev istəyirəmsə, istəmişəmsə zamanında ki, heç olmasa şəhadətə ucalmağınla o evi. O mənə söz verdi ki, sənin evin olacaq ki, şey olmuyor. Şəhidlər hər zaman sözlərinlə özlərini təsdiq ediblər ki, sıra-sıra bunu biz zamanla yaşayırıq. Hansı şəhid anasına dedi ki, səni gözəl yaşadacam, səni qəşəng evlərdə yaşadacam. Özü olmasa da o evlər analara qismət olur. Amma o analara o evlər heç bir təsəlli deyil. Sadəcə təsəlli odur ki, onun orada evinin bir muzeyi, bir abidəsi yaradılır və bizi kimi insanlar gələrkən, o evə girərkən və onun o güşəsini görsün və belə evə girərkən adamın ürəyi ağrımasın. Öz zəhməti ilə qazanılan evdə ziyarət edib, bax muzeyinə baxsınlar. Aktual xəbər izləyənlər, Legend Company şirkətinin, Aktual xəbərin, Milli Qəhrəmanlar Təşkilatının təşəbbüsü ilə bugün Füzuli rayonundayıq. Şəhid Sərhəd Hüseynovun evində olduq. Anası ilə görüşdük, ruhumuzun qidasını məhz bax belə evlərdən götürdük. İnanıram ki, biz yenə də sizlərə qonaq olasıyıq. Sırada hansı şəhid evlərinin ziyarəti olacaq, aktual xəbəri Legend Company şirkətini izləyin və agah olacaqsınız. Görüşmək ümidi ilə.